Salam əziz abituriyentlər. Bugünkü dərsimiz Ümumdünya Cazibə Qanunu, ağırlıq qüvvəsi, qravitasiya sahəsinin intensivliyi haqqında danışacağıq. Birinci başlayaq Ümumdünya Cazibə Qanunu. Deməli, qravitasiya sahəsi nədir? Ümumdünya Cazibə Qanunu nədir? O haqqda məlumat verim öncə. Deməli, kütləsi olan hər bir cisim. Kütlədən danışdıq. Cismin ətalətliyini xarakterizə edən fiziki kəmiyyətə kütlə demişdik. Kütləsi olan hər bir cisim ətrafında müəyyən bir sahə yaradır ki, həmin sahə vasitəsilə digər kütləsi olan cisimlərə təsir göstərir. Onları bir-birlərini həmin sahə vasitəsilə cəzb edirlər. Və Newton da deyir ki, kütləsi olan hər bir cisim ətrafında yaradılan sahə qravitasiya sahəsi adlanır. Kütləsi olan cisimlərin ətrafında yaratdığı sahəyə qravitasiya sahəsi deyilir. Və Ümumdünya Cazibə Qanununda Newton necə deyir? Deyir ki, hər hansı bir M kütləsi varsa, mövcuddursa, M1 kütləsi varsa, o ətrafında müəyyən bir sahə yaradır. M2 kütləli cisimimizdə mövcuddursa, o da ətrafında müəyyən bir sahə yaradır və onlar həmin sahə vasitəsilə bir-birlərinə təsir göstərirlər. Yəni, bir-birlərini cəzb edirlər. Bunu o, burulma tələsi ilə yoxlayır. Əvvəlcə, cisimlər arasındakı məsafəni sabit saxlayır, kütlələri artırır. Baxır ki, qüvvəmiz kütlələrin hasili dəfə artdı. Demək ki, kütlələrin hasili ilə düz asılıdır. Sonra kütlələri sabit saxlayıb məsafəni artırır. Məsafəni artıranda baxır ki, məsafənin kvadrat dəfə azaldı. Demək ki, qüvvəmiz məsafənin kvadratı ilə tərs mütənasib asılıdır. Ondan sonra Ümumdünya Cazibə Qanunu verir. Deyir ki, kütləsi olan cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi onların kütlələri hasili ilə düz, onlar arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir və Ümumdünya Cazibə Qanunu bu şəkildə verirlər. J M1 M2 bölünsün R kvadratı. Bu ifadəyə biz deyəcəyik Ümumdünya Cazibə Qanunu. Ümumdünya Cazibə Qanunu. Və bu cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi, məsələn, tutaq ki, hər hansı bir cisimləri götürəsi olsaq, M1 kütləli və M2 kütləli cisimləri götürəsi olsaq, şagirdlər, birinci cisimi ikinci cisim hansı qüvvə ilə təsir göstərirsə, 1-2, ikinci cisimdə həmin qüvvə ilə ona təsir göstərəcək. Yəni, bizim F1-2 ilə F2 birimiz modulca bir-birinə bərabərdir. O qüvvələrin nisbəti 1-dir. Yəni, burada Ümumdünya Cazibə Qanununda Newtonun 3-cü qanunu ödənir ki, cisimlər bir-birlərini eyni qüvvə ilə cəzb edirlər. Buradakı J, yəni biz Ümumdünya Cazibə Qanununa baxası olsaq, F-imiz M1 ilə, F-imiz M2 ilə və F-imiz məsafə ilə necə asılıdır? Kütlə ilə düz asılıdır, kütlə ilə düz asılıdır, məsafə ilə isə tərs mütənasib asılıdır. Burada M2 kütləli cisim sabit qalarsa, məsafə sabit qalarsa. Burada M1 kütləli cisim sabit qalarsa, məsafə sabit qalarsa. Burada isə kütlələr sabit qalarsa, onda məsafə ilə necə asılıdır? Tərs mütənasib asılıdır. Buradakı J mütənasiblik əmsalı olub qravitasiya sabiti adlanır. Qravitasiya sabiti. Onda J'mizi təyin edəcək olsaq, J'miz F vurulsun R kvadrat bölünsün M1 vurulsun M2 ifadəsini alaraq. Qravitasiya sabiti ədədi qiyməti 6,67, 13-11 Newton metr kvadrat bölünsün kiloqram kvadratdır. Qravitasiya sabitinin vahid sual olaraq imtahanda qarşımıza çıxa bilər. Ona görə də sabitlərin vahidlərinə diqqət etməniz tövsiyə olunur. Buradakı J'miz konkret ədəddir. Ona görə J'nin hər hansı bir kəmiyyətdən asıllığından danışa bilmərik. J'nin ədədi qiyməti, yəni tərifi mənası isə budur ki, hər birinin kütləsi 1 kiloqram və aralarındakı məsafə 1 metr olan iki cisim arasındakı qarşılıqlı təsir qüvvəsinə deyilir.
Yəni biz cisimlərin kütlələrini 1 kiloqram götürsək, aralarındakı məsafəni 1 metr götürsək, onda bizim qüvvəmiz 6,67 10⁻11 Newton olar. Yəni burada 10⁻11-dən də görünür ki, bizim qravitasiya qüvvəmiz çox kiçik qüvvədir. Yalnız böyük kütləli cisimlərin qravitasiya qüvvələri daha böyük ola bilər. Məsələn, tutaq ki, yerin qravitasiya sahəsi daha güclüdür, çünki yerin kütləsi daha böyükdür. Belə. İndi bir də burada bunu qeyd edək şagirdlər. Əgər bizim cisimlərimiz kürəvi cisimlər olduğuna görə, kürəvi cisimlərin kütlə mərkəzləri onların mərkəzlərində paylandığına görə, kürəvi cisimlər arasındakı məsafə onların mərkəzləri arasındakı məsafə qəbul olunur. Qravitasiya sahəsini dedik. İndi gəlirik ağırlıq qüvvəsinə görə. Ağırlıq qüvvəmiz nədir? Əgər bizim bu cəzb eləyən cisimlərimizdən biri planet olarsa, məsələn, tutaq ki, hər hansı bir planetimiz var, həmin planetin üzərində kiçik m kütləli cismimiz var. Bu planet, onda planetlə cisim arasındakı məsafə planetin radiusu olacaq, planetin kütləsi isə böyük m ilə işarələyəcək. Tərif olaraq bu şəkildə deyirik. Cisimlərin planet tərəfindən və ya yer tərəfindən cəzb olunduğu qüvvəyə ağırlıq qüvvəsi deyilir. Onda ağırlıq qüvvəsini mən F0 ilə yazası olsam, ağırlıq qüvvəmizin düsturu bu şəkildə olacaq. J böyük M vurulsun kiçik M bölünsün R kvadratı. Bu olacaq bizdən ötürü ağırlıq qüvvəmizin düsturu. Yəni cisimə təsir edən ağırlıq qüvvəsi, yəni planet tərəfindən təsir edən ağırlıq qüvvəsi cismin kütləsi ilə düz mütənasib aslıdır. Planetin radiusu ilə tərs mütənasib aslıdır və planetin kütləsi ilə də düz mütənasib aslıdır. Yəni bizim qrafiklərimiz bu şəkildə olacaq. Yəni qrafikləri yaşıl xəttlə çəkək, fərqli görünsün. Belə. Bu olacaq bizim qrafikimiz. İndi radiusdan asıllıq qrafikində çəkəsi olsaq, bizim ağırlıq qüvvəmizin radiusdan asıllıq qrafiki, planetin radiusdan asıllıq qrafiki tərs mütənasib aslı olacaq. Bu oldu bizdən ötürü ağırlıq qüvvəsi. Əgər mən cismi yer səthindən müəyyən hündürlüyə qaldırsam, yerin radiusunun misilləri hündürlüyə qaldırsam, onda cisimlə yer arasındakı məsafə, indi şəkil olaraq bu şəkildə göstərək onu. Tutaq ki, bu bizim yerimiz, bu da bizim cismimiz. Gəlin onu bu fərqli yerdən çəkək. Bu da bizim cismimiz. Artıq cisimlə yer arasındakı məsafə, bura radiusdur, burada h-dır. Artıq bizim məsafəmiz nə qəbul olunacaq? R plus h. Onda h hündürlükdəki cismə təsir edən ağırlıq qüvvəsinin düsturu J böyük M kiçik M bölünsün R plus h-ın kvadratı düsturundan istifadə edəcəyik. Yəni cismə təsir edən ağırlıq qüvvəsi hündürlüklə də necə asılıdır? Tərs mütənasib asılıdır. Amma ağırlıq qüvvəsinin hündürlükdən asıllıq qrafiki bu şəkildə olacaq. Müəyyən qiymətdən başlayacaq. Artıq yer səthindəki qiymətimiz bəllidir. Müəyyən qiymətdən başlayacaq. Tərs mütənasib olaraq azalacaq. F0 ilə FH arasındakı belə bir əlaqə düsturu çıxarda bilərik. Onların bir-birinə bölünməsi ilə əlaqəli. FH-ımız bərabər olar. F0 bölünsün 1 plus h bölünsün r-in kvadratı şəklində olar. Yəni biz h-ın yerinə istənilən hündürlüyü yazıb məsələmizi həll edə bilərik. Gəlin bu qrafikdə qeyd edək. Əgər tutaq ki, bizim h-ımız r-ə bərabər olarsa, onda qüvvəmiz F0 bölünsün 4 olar. H-ın yerinə r yazsaq, r bölür 1, 1-ün üstə 1, 2, kvadratı 4. F0 bölünsün 4. Yəni mən cismi yerin radiusuna bərabər olan hündürlüyə qaldırsam, onda cismə təsir ağırlıq qüvvəsi 4 dəfə azalmış olar. Bax, bu ağırlıq qüvvəsi və ağırlıq qüvvəsinin hündürlükdən asıllıq ifadələri. İndi gəlirik qravitasiya sahəsinin intensivliyinə. Hər bir sahəni xarakterizə edən fiziki kəmiyyətimiz var ki, qravitasiya sahəsinin qüvvə xarakteristikasına qravitasiya sahəsinin intensivliyi deyilir. Qravitasiya sahəsinin intensivliyi kiçik j hərfi ilə işarə olunur. Kiçik j bərabərdir f bölünsün m düsturu ilə hesablanır. Buradakı f-imiz əslində ağırlıq qüvvəsidir. Onda mən ağırlıq qüvvəsi üçün belə bir düsturda yaza bilərəm mj. Qravitasiya sahəsinin intensivliyi vektorial kəmiyyətdir.
Ağırlıq qüvvəsi hansı istiqamətdə yönəlirsə, qravitasiya sahəsinin intensivliyi də həmin istiqamətdə yönəlir. İndi ağırlıq qüvvəsinin istiqaməti ilə bağlı ifadələr deyək. Biz yadınızdadsa qüvvəyə tərif verəndə deyirdik ki, qüvvə həm istiqaməti, həm ədədi qiyməti, həm də tətbiq nöqtəsi ilə xarakterizə olunur. Ağırlıq qüvvəsi həmişə yadda saxlayırıq, cismə tətbiq olunur. İstiqamət olaraq planetin mərkəzinə doğru yönəlir. Həmişə məsələn, ağırlıq qüvvəsi tətbiq olunacaq cismin kütlə mərkəzinə və istiqamət olaraq yönələcək planetin mərkəzinə. Ağırlıq qüvvəsi tətbiq olunacaq cismə və istiqamət olaraq yönələcək planetin mərkəzinə doğru. Qravitasiya sahəsinin intensivliyi də həmişə planetin mərkəzinə doğru yönəlmiş olacaq. İndi biz belə bir planet çəkəsi olsaq, onda bizim planetimizin mərkəzi bura olsa, məsələn, bu nöqtədə qravitasiya sahəsinin intensivliyi planetin mərkəzinə doğru, bu nöqtədə qravitasiya sahəsinin intensivliyi planetin mərkəzinə doğru, bu nöqtədə planetin mərkəzinə doğru və bu nöqtədə də planetin mərkəzinə doğru yönəlmiş olur. İndi qravitasiya sahəsinin intensivliyi G bərabərdir F bölünsün M düsturuna hesablanmağına baxmayaraq verilmiş nöqtə üçün qravitasiya sahəsinin intensivliyi qüvvədən və cismin kütləsindən asılı deyil. Yəni, planetin səthinə hər hansısa bir istənilən kütləli cismi gətirsək, həmən planetin qravitasiya sahəsinin intensivliyi dəyişməyəcək, sabit qalacaq. İndi biz F0-ın qiymətini gətirib yerinə yazsaq, bizim F0-ımız yer səthindəki düsturumuz nə idi? J kiçik M vurulsun böyük M bölünsün R kvadrat idi. Onda bizim J0-ımızın düsturu modulu olacaq J böyük M bölünsün R kvadratı. Demək ki, qravitasiya sahəsinin intensivliyi asılı planetin kütləsindən və planetin radiusundan. Yəni, mən qravitasiya sahəsinin intensivliyinin dəyişməsini istəyirəmsə, nəyi dəyişdirməliyəm? Planetin kütləsini dəyişdirməliyəm və yaxud da planetin radiusunu dəyişdirməliyəm. Qrafiklərdən göründüyü, düsturdan göründüyü kimi qravitasiya sahəsinin intensivliyi planetin kütləsi ilə düz mütənasib asılıdır. Planetin radiusu ilə isə kvadratik tərs mütənasib asılıdır. İndi biz yer üçün qravitasiya sahəsinin intensivliyinə baxsaq, yerin kütləsi bəlli, radiusu bəlli. Onda yer üçün qravitasiya sahəsinin qiyməti 9,8 və ya 9,78 Newton bölünsün kiloqram olaraq qəbul olunur. Kənardan yazıram, qravitasiya sahəsinin intensivliyin vahidi 1 Newton bölünsün kiloqramdır. Bu isə əsas vahidlərinin ifadəsi 1 metr bölünsün saniyə kvadratıdır. Bu olacaq qravitasiya sahəsinin intensivliyin ədədi qiyməti. J-ni isə biz təqribən həmişə nə götürəcəyik? 10 Newton bölünsün kiloqram qəbul edəcəyik. Belə bir qaydamız var ki, əgər biz J-dən istifadə edəcəksə, amma J verilməyibsə, bəli, J-ni təqribi 10 götürə bilərik. Amma J-nin qiymətini 9,8 götürürsə, biz onu təqribi 10 götürüb məsələlərdə tətbiq edə bilmərik. Nə veribsə, qiyməti o şəkildə də yerinə yazacağıq. İndi bizim qravitasiya sahəsinin intensivliyinin hündürlükdən asılılıq düsturu var. Onda hündürlükdən asılılıq düsturu J böyük M bölünsün R plus H-ın kvadratı ifadəsini almış olaraq. Yəni, bizim qravitasiya sahəsinin intensivliyinin hündürlükdən asıllıq qrafiki müəyyən qiymətdən başlayacaq, tərs mütənasib asılı olacaq. Ağırlıq qüvvəsində olduğu kimi, əgər mən H-ı R qəbul edəsəm, onda bizim qiymətimiz olacaq J0 bölünsün 4. Hansı düstura əsasən? JH bərabərdir J0 bölünsün 1 plus H bölünsün R-in kvadratı ifadəsinə əsasən. Bu oldu qravitasiya sahəsinin intensivliyi və intensivliyin məsafədən asıllıq qrafikləri. Vektorial kəmiyyətdir, həmişə planetin mərkəzinə doğru yönəlir. Planeti dəyişmədiyimiz müddətcə qravitasiya sahəsinin intensivliyi dəyişməz. Onu qeyd eləyək ki, yer, məsələn, tamamilə küləvi cisim olmadığına görə, qütblərdən basıq şəkildə olduğuna görə, ekvatorda qravitasiya sahəsinin intensivliyin qiyməti fərqli, qütblərdə isə qravitasiya sahəsinin intensivliyin qiyməti fərqli olacaq. Çünki orada radius məsafə dəyişmiş olur. Dəyişdiyinə görə də qravitasiya sahəsinin intensivliyin qiymətində dəyişiklik baş verir. Belə, bu da oldu bizdən ötürü qravitasiya sahəsinin intensivliyi. İndi qravitasiya sahəsinin intensivliyi üçün belə bir düsturumuz da var. Biz J M bölünsün R kvadrat düsturunda
kütlənin qiymətini rho v yazsaq və yeri kürəvi cisim qəbul edib 3-dən 4 Pierre kubu qəbul eləsək, onda qravitasiya sahəsinin intensivliyinin düsturu olur 3-dən 4 pi j rho r. Bu artıq olur qravitasiya sahəsinin intensivliyinin planetin sıxlığı ilə əlaqəli düsturu. Yəni, buna diqqət eləyəsi olsaq, qravitasiya sahəsinin intensivliyinin radiusdan asıllıq qrafiki əgər sıxlığımız sabitdirsə, radiusdan asıllıq qrafikimiz olacaq düz mütənasiblik. Diqqət edin, burada yazıram, kütlə sabitdirsə, kütləmiz sabitdirsə radiusdan kvadratik tərs, amma sıxlığımız sabitdirsə radiusdan xətti düz asılıdır. Bu da olur bizdən ötürü qravitasiya sahəsinin intensivliyinin düsturu və asıllıq cəmiyyətləri. Ağırlıq qüvvəsi ilə bağlı belə bir ifadə edeyim. Yadda saxlayırıq ki, ağırlıq qüvvəsi həmişə mg'dir. Ağırlıq qüvvəsi artmaz, azalmaz. Yəni, ağırlıq qüvvəsini artırıb azalmaq istəyiriksə, ağırlıq qüvvəsini artırıb azaltmaq istəyiriksə, cismin kütləsini artırıb azaltmalıyıq ya da planeti dəyişməliyik ki, J dəyişsin, ağırlıq qüvvəsi dəyişsin. Yəni, cisim hər hansı bir təcillə düşə bilər, cisim təcillə yuxarı atıla bilər, cisim üfüqi istiqamətdə təcillə hərəkət edə bilər. Bütün hallarda cismə təsir edən ağırlıq qüvvəsinin düsturu mg'yə bərabərdir. Ağırlıq qüvvəsi ümumdünya cazibə qanunu haqqında bu qədər yetərlidir. Kanalımıza abunə olmağı unutmayın. Bəyənin, abunə olun, paylaşın ki, digər şagirdlərimiz də bu videolardan faydalana bilsin. Yəni də deyirəm, burada bizim məqsədimiz sadəcə bəzi düsturları sizə xatırlatmaqdır ki, buraxılış imtahanından sonra həmin videolardan yararlanaraq o dərsləri təkrar edə biləsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.